Tamara xanım. Kız, bu ne gözəllikdir belə. Təşəkkür edirəm. Bilirsən də geyimlərim hər zamanki kimi özümə aiddir. Pulumu verib malını aldım. Ay Kəmalə xanım, o günü bax oğluna canlıda nələr dedilər. Olardı ki, oğlun gedərdi, dalaşardı canlıda, cəmaatın içində ona söydülər. Səni onun üzünə çəkdilər və oğlun da əsəbləşdi və pərt oldu. Yarı yaraşıqlı oğlun var maşallah, boylu xonlu oğlun var. Sən niyə onun başını aşağı eləyirsən? Nə məcbursan axı? Baxın, nə məcburdur? Sən oğul anasısan, fərq eləmir qız anası, oğul anası. Bu bədəni açmaq, arxanı göstərmək, bu nə deməkdir? Mənə bir dənə başa sal, Kəmalə xanım. Sən oğlun yazıq deyil. Yaxşı, ərini düşünmürsən, qardaşını düşünmürsən, nəslini, kökünü düşünmürsən. Sən o cürə boylu xonlu, yarı yaraşıqlı oğul böyütmüsən. Böyütmək şərt deyil. Ona sahib çıxmaq lazımdır. Sahib çıxmaq da, yəni onu çölə atmamaq demək deyil. Ona, oğlan uşağına, fərq yoxdur, evlada sahib çıxmaq, onu mənəvi sahib çıxmaqdır. Onun başını uca eləməkdir. Onu digər ətraf təzyiqlərdən qorumaqdır. Ancaq sən onu təzyiqlər altına atırsan. Kəmalə xanım, sən müğənnisən. Valla mən səni heç müğənni kimi tanımıram. Heç, ümumiyyətlə, sənin simanda da o təzə müğənnilər var. Heç birini mən müğənni kimi tanımıram. Tanımaq da istəmirəm. Çünki müğənni demək, səhnəyə çıxmaq, xalqın rəğbətini qazanmaq, xalqın sevgisini qazanmaq və xalqa hörmət deməkdir. Amma sən bu hərəkətlərlə nə xalqa hörmət edirsən, nə qohum əqrabana hörmət edirsən, nə o oğluna hörmət edirsən. Olmaz da elə olardı bu cür. Gedərdi oğlan, gedərdi, sözləşərdi, o canlıda onu söyəndən, zəhləşərdilər, görüşərdilər. Ya bu ona vurardı, ya o buna vurardı. Nə məcburdur ki, sən bu oğlunu bu təhlükəyə atırsan. İndi onun da ətrafında oğlanlar var, hansı ki, o dostluq eləyir, yoldaşlıq eləyir. Sabah məsəl üçün, hansısa bir sözünü deyəndə onun ağzından vururlar ki, sənin anan bu viddədir. Mən səni təhqir eləmək fikrim yoxdur, Kəmalə. Mən dediyim odur ki, biraz heç olmasa bizlərə hörmət eləmirsənsə, oğluna hörmət elə. Oğlunu pis durumda qoyma. Yazıqdır. Azərbaycan oğlu təzə dövlətin hərbi formasını əynindən çıxardıb, vətənə xidmət eləyib. Sən onu dost tanış içində niyə utandırırsan? Sabah o qız istəyəcək. Bir kişi kimi sözünü demək istəyəcək, deyəcək. Məsəl üçün, tələb eləyəcək sevdiyi qızdan, gələcək ailə həyatı qurmaq istədiyi bir qızdan. Kişi kimi tələb eləyəcək ki, yox, o geyimi geyinmə, bu geyimi geyin. Deyəcək ki, abala, sən get birinci ananın geyimlərinə məşğul ol, sonra mənə nəyisə irad bildir. Yəni, olmaz. Mən sizə bir şey deyim ki, mənim anam, Allah ölən nəzər rəhmət etsin, o insan qaşlarını alanda, üzr istəyirəm, o 3 gün bizim gözümüzə görünmürdü. Oğul böyüdürdü. O oğul böyüdürdü. Ona görə 3 gün bizim gözümüzə görünmürdü utandığından. Halbuki orada qəbahət bir şey yoxdur. Halbuki o tatuировka döydürməmiş də İraq olsun. Halbuki o geyimlərində həmişə başımızı uca eləyib, əməllərində həmişə başımızı uca eləyib. Yəni mən ana deyəndə belə görürəm, ay Kəmalə xanım. O uşaq yazıqdır, bədbaxt eləməlidir. Və sonra da deyirsiniz ki, xəbərlər hər yer verir ki, oğul anasını bıçaqladı, oğul anasını öldürdü. Unutmayın, o boşanırlar və yaxud da heç boşanmamış uşaqlarına, oğullarına dəyər vermirlər. Məsələn, qız uşağı belədir ki, anasının geyiminə bir o qədər fikir vermir, heç qarışmır da. Amma oğul uşaqları, oğlanlar bir müddət uşaq olurlar. Olurlar, böyüyürlər və özlərində cəmiyyətdə yer tapırlar, dostanış tapırlar, gedirlər hansısa bir kişi məclislərinə, ya universitetdə, ya əskərlikdə, ya digər yerlərdə. Onlar nələr keçirdirlər? Onlar özlərini görsən, Kəmalə xanım, sənin oğlun deyir ki, o suala verir ki, suala cavab verir Tolikin ki, mən heç o şəraiti yaratmıram ki, mənə hansısa bir dostanış kimsə o söhbəti açsın. Demək, o insan həmişə qaçıb və yaxud da həmin yerdə artıq o elə bir atmosfer yaradıb ki, o həmən dəqiqə onun ətrafındakılar biliblər ki, onu açsa, o söhbəti açsalar ki, anan bu cür geyinir, anan bu cür hərəkətlər eləyir, o müəyyən bir, necə deyim, travma alar və yaxud da hansısa bir cinayət, hansısa bir böyük dava ola bilər. Yəni, sən oğlunu çox böyük bir, çətin bir duruma salmışsan, Kəmalə xanım. Sənə nə məcbur eləyir? Bax bu, səhnəyə çıxmaq, bəyəm, lütlənməkdir. Səhnəyə çıxmaq, kürəyinə tatuировka vurdurub, mini yubka geyinib, razrez açıb, arxasını xalqa göstərməkdir, Kəmalə xanım. Yəni, bunlar niyə edirsən ki? Sən Azərbaycanlı qadınısan. Sənin səsin var, Allah sənə səs verib, indi müəyyən bir səs verib, müəyyən bir təbəqə sənin mahnılarını sevir. Elə qoy, elə qalda. Bəyəm, Elnara Abdullayeva razrezdə gəzir, üzr istəyirəm. Ya digər müğənnilər, hansı ki, Azərbaycanın bu Elnara Abdullayevada başda olmaqla fəxridir. Geyimində, nə bilim, ədəbində, danışığında, hər bir şeydə bu xalqa ibrətdir. Cavanlara göçdür bu xanımlar. Səhnəyə çıxan Elnara xanım kimlərdir? İndi bir adını sadalamıram, gözəl sənətkarlarımız var, abırlı, ismətli, geyiminə, hər şeyinə fikir verən. Və yəni bunlar lütlənirlər, ayıb olmasın, üzr istəyirəm elə onlardan. Eləmirlər ki, nə məcburdur axı? Başa düşürəm, sən də baxırsan bəzi xalq artistləri lütlənir, elə bilirsən ki, lütlənəndə qabağa getmək. Qabağa gedərsən, bir müddət bir təbəqənin qarşısında hörmət qazanırsan. Hörmət yox, sadəcə bir, necə deyim, tamaşaçı yığarsan başına. O da tamaşaçıların da içində, and olsun Allaha,
ağzının suyunu axıdan kişilərdən başqa heç bir, yəni ki, normal bir kişini, normal insanı, yəni sən özünə cəlb eləməsən öz sənətindən, bu hərəkətlərindən. Allah xalqımızı, dövlətimizi qorusun. Allah geyimini bilən fərq eləmir. İncəsənət aləmində həkim, digər sahə fərq eləmir. Geyimini, ədəbini bilən xanımlarımızı qorusun. Allah dövlətimizi, xalqımızı qorusun. Var olun Azərbaycan xalqı.